Salam. Salam. Geç otur. Aminadır da adın, hə? Bəli, Aminadır. Nə cür kabinet seçmisiniz ilk görüşə? Başa düşmədim, mən. Çöldə oturacaq hamın göstər zillənsin. Yox, nə dəxli, sadəcə hava qəşəngdir deyə dedim. Özə başa düşmədim, bu nə geyimdir sən geyinirsən, ya? Nə olub ki geyimimə? Yox, dəyişəcəksən, bütün həyat tərzini dəyişəcəksən, ha. Mənim mamam mənə belə deməmişdi, ha, sən barədə. Nəysə, deməli, sən işləməyəcəksən, məndən pul tələb eləməyəcəksən. Mən padruqamla görüşəcəm, ya mama gilə gedim, bunların heç birisi olmayacaq. Oturacaqsan evdə, uşaqla maraqlanarsan, ev işləri ilə maraqlanarsan. Qaynənə ilə qalacaqsan, mənim 2 dənə də bacım var, 2 dənə balduzun olacaqsan. Onlarsa hər işdə kömək eləyəcəklər. Da mənimlə maraqlanma ginən sən, saat neçədə çıxdın evdən, neçədə gəlirsən evə. Hə, bunları hamısını başa düşdüm. Sən açın mağaradan çıxıb şəhərə köçürsən. Nətər? Səndə o beyin yoxdur, bunu başa düşəsən də var.